Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm sahabələrdən soruşur. Deyir ki, bilirsinizmi qeybət nədir? Deyirlər ki, Allah və Rəsulü daha yaxşı bilir. Allah Rəsulü deyir ki, qeybət qardaşının sevmədiyi bir vəsflə onu vəsf etməyində, onu xatırlamağın, onu zikr eləməyində, onu sevmədiyi bir vəsflə. Bir nəfər deyir ki, ey Allahın Rəsulü, yaxşı, əgər mən deyən şey qardaşımda varsa, deyir ki, əgər dediyin varsa onda qeybətdir. Yox, əgər dediyin onda yoxsa bu artıq nədir? Bu da deyir, böhtandır. Hədisi İmam Müslim rəvayət edib. Hədis göstərir ki, qeybət etmək böyük bir günahlardandır. Həmçinin böhtan atmaq ondan da şiddətlidir. Lakin bir dənə fikir verin, böyük günah olsa da, amma ən çox təəssüf olsun ki, ən çox müsəlmanlar arasında, ümumən insanlar arasında yayılan günahlarının biri elə qeybətdir. Təsəvvür elə, böyük bir günahdır qeybət eləmək. Allah subhanahu wa ta'ala kitabında qeybəti nəyə bənzədir? Qardaşının qeybət edənə. Və lə yəqdə ba'dukum ba'da, bir-birinizin qeybətini etməyin. Əyuhibbu ahadukum ən yəqulə ləhmə əxihim meytən fəkərihtumuh. Sizlərdən biriniz ölmüş qardaşının ətini yeməyi istəyərmi? Halbuki bunu siz sevmirsiniz. İkrah edici bir şeydir. Buna baxmayaraq ən çox yayılan günahlardan biri nədir insanlar arasında? Bax, qeybət. Nə qədər insanlar var, bugün qeybət onun üçün adi bir şeydir. Çox adi bir şeydir. Məclis qeybət məclisləri, nə bilim, səfərə gedəndə yolda qeybət, oturur qeybət, nə bilim, bir boş vaxt tapdı, kimləsə danışmalıdır. Nə qədər böyük günahlar var ki, desən deyir, Allah qorusun, əuzu billah. Nə danışsa, bunu eləmərəm. Amma qeybət o qədər rahat olub ki, ona o sözü deyən yoxdur. Təsəvvür edək. Kimə təsəvvür edərsən, bir müsəlman özünə, yəni iman əhli, sadiq adam, ibadət əhli, ağlına zina eləmək gəlsin, məsələn, desin, qeyb zina edəyim və yaxud getsin, başqa böyük bir günah eləsin, düzdür. Amma qeybət ilə rahat şəkildə eləyənlər var ki, çox təəssüf olsun, ən çox yayılan günahlardan biridir. Və qeybət də beləsə əməlləri puç edən günahlardandır. Deyərsən, necə? Hamımız bildiyimiz nədir? Əməlləri şirk puç edir. Belə bilirik də, Allah şərik qoşmaq əməlləri puç edir. Lakin elə günahlar var ki, onlar da əməlləri puç edir. Məsələn, qeybət. Necə? Kiminsə qeybətini edəndə haqqa girmiş olur? Olur. Halallaşmasa, qiyamət gün aralarında intiqam var. Var. Allah-u Teala müdaxilə eləməyəcək qul haqlarına. Savabları gedəcək ona. Gedəcək. Nə qədər haqqına giribsə, onun müqabilində, o miqdarda da savabları həmin adama gedir, məzluma. Əməl batil oldu, yoxsa yox? İtdi də özündə qalmadı. Görsən, əməl özündə qalmadı. Təsəvvür elə ki, o qədər haqqına girib ki, hələ haqlar bitmir. İndi onun günahları bu zalıma yüklənir. Allah qorusun. Və deyir, beləcə də cəhənnəm oduna sürüklənir. Ona görə haqq sahiblərinin haqqını vermək lazımdır. Kimin nəsə problem varsa, haqqa girilibsə, gedib ondan mütləq halallıq almaq lazım. Çünki o gün dinar, dirhəmin faydası olmayacaq, Allahın olsun. İnsanlar olacaq ki, yəni hər şeyini verər, tək ki, qiyamət ona bir həsənətə gedməsin. Hər şeyi fəda eləyər. Bu gün də insan əgər kiminsə haqqına giribsə, pulla da olsa alsın haqqını. Desin, qardaş, haqqıma girmişəm, məsələn, o da deyir, vermirəm halallıq, haqqıma girmişsən, qardaş. Desin, qardaş, pulla da olsa alıram. Tək o haqqı mənə halal edə. Çünki qiyamət günü heç bir faydası yoxdur. Dinar, dirham keçmir. Ona görə görünüzə təhlükəli bir şeydir, haqqa girmək. Allah şəhidə belə bağışlamır, təsəvvür edir. Şəhidə belə qul haqqını Allah bağışlamır. Özü ilə qul arasında olanları Allah keçir. İstədiyinə keçir, istədiyini cəzalandıran sonra keçər. Amma qul haqlarını Allah müdaxilə eləmir. Allahın adilliyindəndir. Allahu Akbar. Adildir Allah-u Teala. Yəni bu dünyada zülm eləyəsən, belə cavabsız qala, belə şey yoxdur. Qul haqqına gələrsən, qiyamət günü rahat keçəsən, xeyr. Halallıq almadısa, Allah-u Teala qiyamət günü müdaxilə eləməyəcək və aralarında intiqam olacaq. Nə qədər haqqına giribsə, hamısını istəyəcək. Doğma qardaşı da olsa, vallahi, doğma qardaşı da olsa deyəcək, verginə, haqqımı ver. Nəfsim, qiyamət günü, məhşər meydanı. O gün kim kimə keçəcək, qardaş? Heç kəs. Doğma qardaşı da olsa deyəcək ki, haqqımı ver. O gün də haqlar nədir? Həsənətlər, salih əməllər. Yəni haqq alıbsa artıq günahlar yüklənir. Ona görə qeybət çox böyük günahlardan biridir. O mömin insan bu günahdan qorxsun, çəkinsin. Əgər qardaşın, din qardaşın
o vəsfi sevmirsə, onu elə çağırma. Onu o cür zikr eləmə. Eybi var, qoy səndə sənin aranda qalsın. Danışma. İstəyir bədənindəki eyblərdən olsun. İstər müəyyən onun səhv addımları olsun. Onda olsa da belə. Görsən nə deyir? Olsa da belə. Varsa qeybətdir, yoxdursa artıq nədir? Böhtandır. Nəsə mənfi cəhətlər var, danışma, qardaş, haqqına girmə. Bacarsan nəsihət elə. Düzdür, müəyyən yerlər var ki, orada qeybət eləmək icazəlidir. Məsələn, məzlumdur, şikayət edir zalimin zülmündən. Kimsə haqqına girib, zalim insandır, şikayət edir ki, haqqı verilsin. O qeybət deyil. Və yaxud da açıq-aşkar fasikdir, günahı açıq-aşkardır. Onu danışmaq ki, filankəs bu əməl edir, qeybət deyir. Hamı da görür ki, bu ana bu küçədə bu əməl edir. Bu adam bu nedir? Və yaxud da ki, elçiliyə gedəndə, qız alıb qız verəndə və yaxud da ki, kimsə qapıya gələndə, eyblər, nöqsanlar varsa deyilməlidir. Bu da qeybətdən sayılmır. Həmçinin cəhd tədil elmi, bu hədis elmində bir fəndir, ravilər haqqında elmdir. Əgər bir ravinin bir eybi varsa, yəni o eyb təsir edəcək ki, hədisin səhliyinə, zəifliyinə o deyilməlidir. Adam məsələn yalancıdır və yaxud da ki, biraz çox danışandır və yaxud müəyyən bir eybləri var. Sözündə, əməlində o deyilməlidir ki, bu adam məsələn söz aparıb gətirəndir də, bundan hədis götürmək olmaz. Və yaxud yaddaşı zəifdir, unudur, unutqandır. Sən ondan hədis götürənməsən, bəlkə hədisi səhv deyil, qarışdırıb o bir hədislərlə. Və s. və ilə bidətçidir, dəvət edir bidətinə. Deyirsən ki, olmaz. Və xüsus həmçinin bidətçilərindən belə qeybət etmək icazədir. O hansı bidətçilərin? Dəvət edənlərin. Sıradan olanı yox. Adam sırav adamdır, deyək ki, bidət əhlindən. Heç kimin işi yoxdur. Amma o kəs ki, bidətinə dəvət edir, insanları ondan çəkindirmək üçün onun eyblərini danışa bilərsən. İnsanlar ondan qaçsınlar deyə. Bu hallar istisna, qalan yerlərdə qeybət eləmək olmaz. Hətta zimmi olsa da belə, kafirdir, sənin ölkəndə yaşayır, sığınacaq alıb. Onun qeybətini eləmək olmaz. Ondan da betər olan nədir? Böhtan atmaq. Allah böyük günahlardandır. Olmayan şeyi danışırsan. Allah pis. Bir var olanı danışırsan, bunu başa düşdük. Bir də var olmayan şeyi danışmaq. Bu qeybətdən də betərdir. Allah qorusun. Bu cür hal çox acınacaqlı haldır. Bu da çox təəssüf olsun ki, bugün nə qədər insanların içərisində, xüsusən də elə müsəlmanlarda da yayılan günahlardan biridir. Böhtan atmaq. Kimisə sevməyəndə, arada ixtilaf düşəndə başlayır böhtan atmağa. Hamısı nəyin səbəbidir? Ədavətin. Ona görə deyirik, qardaşlar, ədavət aparmaq yaxşı şey deyil. İnsan kimləsə ədavət aparanda, vallahi qeybət eləyəcək. Birinin üstə beşini də qoyacaq, bəziyəcək, hətta böhtana da əl ata bilər. Tək o adam gözdən düşsün. Ya ədavəti var, düşmənçiliyi var. Onu gözdən salmaq istəyir. Hörmətdən salmaq istəyir. Ona görə qeybət eləyəcək. İstədi-istəmədi. İstədi-istəmədi qeybətini eləyəcək. Biraz da ədavəti şiddətli olsa, hətta böhtan da atar. Tək o adam gözdən düşsün. Bu haqlı, o da ki, günahkar. Hamısının başında görsən ədavət durur. Hər bir halda qeybət və böhtan atma böyük günahlardan, insan gələ bu günahlardan özünü qorusun, həzər etsin, əməlləri batil edən, puç edən günahlardandır.